Salam, hər vaxtınız xeyir olsun. Yeni gündə, yeni vlogla xoş gördük hər birinizi. Bu gün də evə lazım olanlar alınmışdı, onları yerləşdirdim. Sonra uşaqları bu arada dərsə yola saldım. Uşaqları dərsə yola saldıqdan sonra imsakın qabları var idi, yığmışdım hər birisini. Onları yudum, təmiz-təmiz yığdım. Sonra qonaq otağına biraz yığışdırdım, səliqəyə saldım. Biraz çəkiliş etmişəm, yəni hər tərəfli çəkiliş etməmişəm. Belə. Belə qızlar, qabları yudum, çıxdım həyətə süpürdüm. Bizdə həyətə ağacları da əhəng vururuq, rəngləyirik. Həm görkəm üçün, yəni görünüş üçün səliqəli görsənir, həm də xeyirlidir ağac üçün.
Ana rəngləmişdi, bir yazı qalmışdı, bir ikisi. Mən də həyəti süpürdüm, sonra onları da rənglədim və yuxarı mərtəbədə qonaq otağının təmizliyini etdim. İlk öncə tozunu aldım, patolokunu, divarın aboyunu sildim. Pəncərələrin içəridə çöllü şüşələrini sildim, radiatorunu sildim, belə tozunu almışam, lüstrünü silmişəm. Sonra bizdə qonaq otağında servant, belə deyim də, servant qabları yığmışam içərisinə, oranı da təmizlədim. İçərisində boşaldıb bir-bir hər birisini silib yığdım. Dediyim kimi vaxtı çox gedir. İşimi də tez bitirmək üçün elə də çəkiliş etməmişəm. Divan örtüklərini də çıxartmışdım. Xalçanı yığışdırdım. Bütövlüklə altını əlimlə sildim. Üzərini xalçamı tozlanayıb şotqalamışam. Belə bu gündə buranı təmizlədim, yekunlaşdırdım, təmizliyini bitirdim. Keçdim iftar üçün yeməkdə hazırlamağa, yarpaq dolması hazırladım. Bu yarpaqları da ətraflı çəkiliş edib paylaşmışam, kanalımda var. Özünüz belə quru bankada hazırlayıb saxlayırıq. Həm duzlu saxlayırıq, duzlu suda, həm də belə quru bankada saxlayırıq. Təmiz bankadan çıxartdım, yudum. Elə vaxt olur üst hissəsində biraz qaralma olur yarpaqlarla, onu çıxardıram. Alt hissələrini bütövlüyü təmiz yudum. Qoydum qaynasın, 1-2 buğum qaynayır, yarpaq yumşalır, açılır, onda rahat bükülür və başladım, dolmanın ətini də hazırlamışdım, başladım yarpaq dolmasını bükməyə, hazırlamağa. Burada isə buğda cücərtmişdim, səməni hazırlayacağım, buğdalar cücərib artıq sərdim, bir qab özüm üçün etdim, qalanını isə eltilərim üçün hazırladım, hərəsinə bir qab, onların da inşallah yaxşı olar, verərəm.
Və belə qızlar videonun sonuna gəldik. Yarpaq dolmasını da burada hazırladım. Qoydum ocağın üzərinə bişsin. Və mənim də əlavə işlərim var idi. Onları da gördüm. Videonu burada da sonlandırdım. Videonu izlədinizsə, izləyib bəyəndinizsə, bəyəni işarəsi qoyub abunə olmağı unutmayın. Sağ olun, sağlıqla qalın. Gələn videolarda görüşmək üzrə.